Salam, yenə mən qarşınızdayam və bu dəfə sizə peşədən işə gedən yoldan danışacağam. Hansı ki o yol Dövlət Məşğulluq Agentliyindən keçir. Bilirəm, çoxlu suallarınız yarandı, odur ki, yaxın əyləşin, indi bu barədə ətraflı danışacağam. Söhbət Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil edilən peşə hazırlığı kurslarından gedir. Əmək bazarının aktual istiqamətləri üzrə keçirilən bu kursları uğurla bitirəndən sonra işlə təminatınıza da dəstək oluruq. Nə etməlisiniz? Müraciət edirsiniz regional məşğulluq filiallarına və ya dost mərkəzlərinə. Burada işsiz kimi qeydiyyatdan keçirsiniz, məşğulluq imkanlarınız qiymətləndirilir və karyera məsləhətçilərimiz tərəfindən hətta peşə seçiminizə də köməklik olunur. Kurslar həm agentliyin peşə hazırlığı mərkəzlərində, həm də özəl tədris müəssisələrində təşkil edilir. Müddəti də çox qısadır, nəzəri və praktik hissələri əhatə edir. Onu da qeyd edeyim ki, müdavimlərə kurs müddətində təqaüd də veririk. Sonda qiymətləndirmədən keçirsiniz və sertifikatla təmin edilirsiniz. Bundan yaxşı fürsət peşə öyrən, işsiz qalma. Uğurlar!